Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq Günəsli yataqlar blokunda mühüm qaz kəşf edilib. Qərbi Çıraq platformasından qazılan yeni quyu nəticəsində yatağın dərin qatlarında əvvəllər məlum olmayan sərbəst qaz layları aşkar olunub. BP-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, əldə edilən nəticələr AGE-də mövcud sərbəst qaz ehtiyatlarının gələcək istənməsi üçün tərəfdaşlara dəyərli məlumatlar təqdim edir. Bu kəşf blokun istismar müddətini uzada və iqtisadi səmərəliliyini artıra bilər. Enerji məsələləri üzrə ekspert İlham Sabanın sözlərinə görə tapılan qaz əsasən ixraca yönəldiləcək və daxili bazarda satış nəzərdə tutulmur. Bu isə Azərbaycanın ümumi qaz ixrac həcmini artıraraq ölkənin Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirə bilər. Hazırda mütəxəssislər yeni aşkar olunmuş layların həcmini və texniki göstəricilərini dəqiqləşdirirlər. Ehtiyatlar təsdiqlənərsə, AGE Sahdənizdən sonra ölkənin ikinci ən mühüm qaz mənbəyinə çevrilə bilər. Nəticə, yeni qaz kəşfi Azərbaycanın enerji strategiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu addım həm ixrac potensialını genişləndirə, həm də dövlət gəlirlərinin artımına töhfə verə bilər. Azərbaycan Avropanın enerji xəritəsində mövqeyini daha da möhkəmləndirmə imkanına sahibdir. Sizcə, bu kəşf ölkə iqtisadiyyatına nə qədər əlavə gəlir gətirəcək? Daha çox aktual xəbər üçün abunə olun.